Bakıda Dost Agentliyinin təşkilatçılığı ilə Soçkov 2025 Süni İntellekt, İnsan və Transformasiya üçün mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransa 20-yə yaxın ölkədən 350 iştirakçı qatılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev bildirib ki, Süni İntellekt sosial məsələlərdə dəqiqlik, proqnozlaşdırma, fərdi yanaşma, operativ qərar vermə və ədalətli resurs bölgüsü üçün yeni imkanlar yaradır. Bu istiqamətdə əlillik alt sistemində Süni İntellekt əsaslı funksionallıq hazırlanaraq istifadəyə verilib. Eyni zamanda gələcək üçün əlillik alt sistemində süni intellekt əsaslı məsləhət mexanizmi də hazırlanır. Nazir son illər ölkədə həyata keçirilən sosial islahat tədbirlərindən də danışıb. 2018-2025-ci illər ərzində həyata keçirilən 5 böyük sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib və bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil etmişdir. Qeyd olunan dövrdə minimum əmək haqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq əmək haqqı 2 dəfə, orta aylıq pensiya 2,6 dəfə artmışdır. Dövlət sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artaraq 1,9 milyard manata yüksəlmişdir. Ünvanlı sosial yardımın orta məbləği 2,5 dəfə, yaşayış minimumu 65%, ehtiyac meyarı isə 2,2 dəfə artırılmışdır. Ötən müddət ərzində əmək müqavilələrinin sayı isə 41% artaraq 1,851 minə çatmışdır. Ölkə üzrə əmək haqqı fondu isə 3,2 dəfə artmışdır. Bunun da böyük hissəsi özəl sektorun payına düşmüşdür. Bu göstəricilər ölkəmizin sosial sahədə həm miqyas, həm də keyfiyyət baxımından əhəmiyyətli nailiyyətlərini nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, post-müharibə dövründə şəhid ailələrinin və müharibə əhalilərinin sosial müdafiəsi diqqət mərkəzində olmuş 132 min unikal şəxsə 400 mindən çox xidmət göstərilmişdir. Bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılmışdır. Bu dövr ərzində şəhid ailələri, müharibə əhaliləri və həssas təbəqədən olan digər şəxslərə 6800 mənzil verilmişdir. 28 min nəfər məşğulluq tədbirlərinə cəlb edilmişdir. 11 min nəfərə 89 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilmişdir.